Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2026-cı il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün tədbirlər planı təsdiq edilib. Bu çərçivədə yaşıllaşdırma sahələrində müasir və suya qənaət edən suvarma üsullarının tətbiqi, xəttlərin çəkilməsi və damcılı suvarma sistemlərinin qurulması istiqamətində işlər həyata keçirilir. Adı çəkilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Əsa-Bükəv ziyarətgahı dini-mədəni abidə kompleksinə gedən avtomobil yolunun sağ kənarında yerləşən yaşıllıq sahəsində damcılı suvarma sistemləri quraşdırılıb. Həmçinin ərazini su ilə təmin etmək məqsədi ilə 10 ton tutumu olan su çəni qoyulub. 7,5 hektar sahədə 1200 ədəd burada əkin salası qazılmışdır. Bununla yanaşı da zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər, eyni zamanda da quru budama işləri görülməkdədir. Qeyd edeyim ki, bu tədbirlər dövr ərzində davam edəcəkdir. Bununla yanaşı gələcək günlərdə artıq 4 hektar sahədə də suvarma xəttlərinin çəkilməsi planlaşdırılır. Qeyd edək ki, suvarma sistemlərinin çəkilməsi işləri davam etdiriləcək. Bu məqsədlə növbəti günlərdə nəzərdə tutulan meşə bərpa tədbirləri çərçivəsində daha 4 hektar sahədə xəttlərin yenilənməsi istiqamətində müvafiq işlərin görülməsi planlaşdırılır. Xosrov İbrahimov, Təxminə Babayeva, NTV Xəbər.